Salam, Coğrafiya 8-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 6 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Deməli, birinci sual, okeanın dibinə göndərilən səs dalğası 6 saniyə ərzində gedib qayıdarsa, suyun dərinliyini tapın. Deməli, okeanda səs dalğası bildiyimiz kimi 1 saniyədə 1500 metr hərəkət edir. Deməli, burada bizə deyilir ki, 6 saniyəyə gedib qayıdıb. Deməli, 6 saniyə gedib qayıdıbsa, o 3 saniyəsini getməyə sərf edib, 3 saniyəsi isə geri qayıtmağa sərf edib. Yəni, onun üçün biz burada 3 saniyə götürməliyik və dediyimiz kimi səs dalğası suda 1 saniyədə 1500 metr hərəkət edir. Yəni, 3-ü vurmalıyıq biz 1500-ə. Bu da bizə bərabərdir alınır 4500. Yəni, sualın düzgün cavabı 4500 metr olmalıdır. Yəni, D bəndi. Sonra ikinci sual, qabarma dalğalarının daha yüksək olduğu su obyektləri. Deməli, qabarma çəkilmə dalğaları bildiyimiz kimi ayın və günəşin cazibə qüvvəsi ilə baş verir. Əsasən kənar dənizlərdə və körfəzlərdə müşahidə edilir. Və cavablara baxsaq, Azov daxili dənizdə ola bilməz, Sarqas sahilsiz dənizdir, Filippində həmçinin adalararası dənizdir. Xəzər ümumiyyətlə dəniz deyil, amma Botnik körfəzi və Benqal körfəzində ola bilər. Azov dənizi daxili dənizdir. Baltik də həmçinin daxili dənizdir. Fandi körfəzi, Bristol körfəzi və Oxot dənizi burada bizim üçün düzgün cavabdır. Hər üçün də qabarma dalğaları müşahidə oluna bilər. Ümumiyyətlə Fandi körfəzində, yəni Kanada sahillərində ən hündür qabarma dalğaları müşahidə edilir. Hündürlüyü 18 metrə çatan. Sonra üçüncü sual. Düzgün ifadələri seçin. Sakit okean ən cavan okeandır. Sakit okean ən cavan okean deyil, ən qədim okeandır. Yəni, bir cavabı düzgün deyil. Müasir okeanlar Gondvana və Lavrasiya qoru sahələrinin parçalanması nəticəsində yaranmışdır. Bəli, bu doğru fikirdir. Yerdə ilk yaranan okean Tetis adlanır. Yerdə ilk yaranan okean Tetis okeanı deyil, Pantalassa okeanı adlanır. Yəni, 3 səhvdir. Yerdə ilk yaranan sular vulkan püskürmələri nəticəsində əmələ gəlmişdir. Bəli, yerdə ilk yaranan sular vulkanizm nəticəsində magmadan ayrılmış sular idi. Onun üçün düzgün götürülə bilər. 5. Yerdə toplanan suların əsas hissəsi kosmosdan gəlmişdir. Bəli, yerdəki suların bir hissəsi meteoritlərdən ayrılmışdır. Onun üçün düzgün fikir götürülə bilər. Suyun müasir kimyəvi tərkibi biosferin, litosferin, atmosferin iştirakı ilə formalaşmışdır. Bəli, bu da doğru fikirdir. Deməli, 2, 4, 5, 6 burada düzgün cavab olmalıdır. Dördüncü sual, verilmiş sxemdə dalğanın elementlərini müəyyən edin. Deməli, bizə 1 ilə göstərilən dalğanın ən hündür yeri, yəni dalğanın yalıdır. Bir yal. Sonra bizə 2-də dalğanın ən alçaq yeri olan daban göstərilib. Sonra 3-də dalğanın dabanla yal arasındakı məsafəsi, yəni dalğanın hündürlüyü göstərilib. Hündürlük. Sonra 4-də isə dalğanın uzunluğu, yəni 2 qonşu yal arasındakı məsafəyə dalğanın uzunluğu deyilir. Deməli, burada da uzunluq olmalıdır. Deməli, dalğanın yalı, dabanı, hündürlüyü və uzunluğu şəklində olmalı düzgün cavab. 5-ci sual. Səhv fikirləri düzgün olanlarla əvəz edin. Yəni, biz burada səhvləri düzəltməliyik. Okean cərəyanları günəşin və ayın təsiri ilə yaranır. Bu səhv fikirdir. Okean cərəyanları günəşin və ayın yox, daimi küləklərin təsiri ilə yaranır olmalıdır. Yəni, burada günəş və ayın yerinə daimi küləklər olmalıdır. Zəlzələ və vulkan püskürmələri zamanı qabarma dalğaları yaranır. Zəlzələ və vulkan püskürmələri zamanı qabarma dalğaları yox, tsunami əmələ gəlir. Yəni, bu da səhv fikirdir, bu da düzəldilməlidir. 3. Tsunami dalğası daimi küləklərin təsiri ilə yaranır. Deməli, tsunami dalğası bayaqda qeyd etdiyimiz kimi daimi küləklərin yox, zəlzələ və vulkan püskürmələrinin zamanı əmələ gəlir. Okean cərəyanlarının temperaturu ekvatorun qütblərə doğru artır. Okean cərəyanı temperaturu ekvatorun qütblərə doğru artmır, əksinə azalır şəklində olmalıdır. Artır yox, azalır olmalıdır. Qütblərdən ekvatora doğru hərəkət edən cərəyanlar isti, ekvatorun qütblərə doğru hərəkət edən cərəyanlar isə soyuq olur. Əksinə
ekvatora doğru hərəkət edən cərəyanlar soyuq, qütblərə doğru hərəkət edən cərəyanlar isə isti olmalıdır. Yəni isti və soyuğun yerləri dəyişdirilməlidir burada. Sonra 6-cı sual. Okean cərəyanları üçün doğru olan fikirləri seçin. Tropik enliklərdə materiklərin şərq sahillərində isti cərəyanlar, qərb sahillərində isə soyuq cərəyanlar keçir. Bəli, bu doğru fikirdir. 2. Okean cərəyanları sahillərin geoloji yaşına, tektonik quruluşuna və faydalı qazıntıların yerləşməsinə təsir göstərir. Xeyr, okean cərəyanları yaşa və yaxud tektonik quruluşa faydalı təsir göstərə bilməz. Okean cərəyanlarının sahillərin iqliminə, orqanizmin yer dəyişməsinə, suyun dövranına, onun temperatur, duzluğun təsir göstərir. Bəli, bu həqiqətən də doğru fikirdir. İqliminə ciddi şəkildə təsir göstərir. 4. Cərəyanın gətirdiyi suyun temperaturu ətraf suyun temperaturundan aşağı olduqda o isti cərəyan adlanır. Deməli, temperatur aşağı olarsa isti yox, soyuq cərəyan olmalıdır. Onun üçün də bu fikir səhvdir. 5. Coriolis qüvvəsinin təsiri ilə cərəyanlar şimal yarımkürəsində sola, cənub yarımkürəsində sağa meyl edirlər. Bu fikir də səhvdir. Əksinə, şimalda sağa, cənubda sola meyl edirlər. 5 də səhvdir. Suyun səthində temperatur yüksək olması suyun buxarlanmasına, buludların əmələ gəlməsinə və yağıntının düşməsinə gətirib çıxarır. Bəli, bu doğru fikirdir. Yəni, isti cərəyanlar yağıntının miqdarını arttırır. 6 düzgün cavab olmalıdır. Yəni, düzgün cavab 1, 3, 6 şəklində olmalıdır. 7-ci sual. Afrikanın sahillərində isti cərəyanlar. Afrikanın sahilindən keçən isti cərəyanlar lazımdır. Qvineya cərəyanı, bəli, Afrikanın sahilindən keçir və həqiqətən də isti cərəyandır. Düzgün cavabdır. Labrador soyuq cərəyandır. Həmçinin ümumiyyətlə Afrikanın yox, Şimali Amerikanın sahilindən keçir. Peru həmçinin soyuq cərəyandır və Cənubi Amerikanın sahilindən keçir. Somali düzdür, Afrikanın sahilindən keçir, amma isti deyil, soyuq cərəyandır. Mozambik Afrika sahilindən keçir və isti cərəyandır. Həmçinin İynəburnu Afrika sahilindən keçir və isti cərəyandır. Yəni düzgün cavab 1, 5, 6 şəklində. 8-ci suala baxaq. Orta duzluğa malik dünya okeanının 200 litr suyunda nə qədər duz almaq olar? Deməli, bildiyimiz kimi biz duzluluğu promillə ifadə edirik və orta duzluluq 35 promildir. Yəni, dünya okeanının hər 1000 litr suyundan 35 kiloqram duz əldə etmək mümkündür. Yəni, biz bu tənasüb qurmalıyıq. 1000-də 35 kiloqram. Bizdə isə verilib 200 litr. 200-də isə x. Biz bu tənasibi həll eləsək, yəni 1000x bərabərdir 7000, x bərabərdir alınacaq. Bizdə x bərabərdir 7 alınacaq. Yəni 7 kiloqram duz əldə etmək mümkündür. Orta duzluğa malik dünya okeanının 200 litr suyundan. Sonra 9-cu sual. Xəzər dənizindən 48 ton duz almaq üçün nə qədər su götürmək lazımdır? Və bizə Xəzər dənizinin orta duzluğu 12 promil verilib. Deməli, bunun mənası bildiyimiz kimi hər 1 ton sudan 12 kiloqram duz əldə etmək olar. Hər 1 ton sudan 12 kiloqram, bizdə isə duzu tonla lazımdır. Onun üçün biz burada hər 1000 tondan götürməliyik. Çünki böyük rəqəmlər alınıb, bizə 48 ton duz almaq lazımdır. Deməli, 1000 tondan 12 ton duz əldə etmək mümkündür. Bizdə isə 48 ton duz lazımdır. Yəni, x-də 48 ton duz. Bu da x bərabərdir bizdə alınacaq. 12 x bərabər, yəni bu tənasübdən biz x-i tapsaq, alınacaq bizdə cavab 4000. Deməli, bizə 4000 ton su götürmək lazımdır ki, Xəzər dənizinin suyundan biz əldə edək 48 ton su. Yəni, bu düzgün cavab olmalıdır. 4000 ton. Sonra 10-cu sual. Tropik enlikdə okean suyunun duzluluğunun yüksək olmasının səbəbi. Deməli, bildiyimiz kimi tropik enliklərdə suyun duzluluğu daha çoxdur. Bunun əsas səbəbləri
Deməli, okeanların çox dərin olması, xeyr, bunun təsiri yoxdur. Yağıntıların az olması, bəli, yağıntılar az olduğu üçün burada şirin su az gəlir və nəticədə duzluluq daha çox olur. Icebergin əriməsi bu əksinə duzluluğu artıracaq. Həmçinin tropik enliklərdə iceberg yoxdur. Çayların çoxlu su gətirməsi, duzluğun yüksək olmasını yox, əksinə duzluğun azalmasına gətirib çıxaran səbəbdir. Onun üçün burada ola bilməz. Buxarlanmanın yüksək səviyyəsi, bəli, deməli su buxarlanır, amma duz qalır, nəticədə duzluluq da artır. Yəni 5 də düzgün cavab kimi götürülə bilər. Deməli, sualımızın düzgün cavabı 2 və 5 oldu.